Salam əziz izləyicilərimiz. Mən MHM Tədris Mərkəzinin riyaziyyat müəllimi Fidan müəlliməm. Aprel ayının 19-u keçirilən buraxılış imtahanının riyaziyyat suallarının izahını verəcəm sizə. Deməli, birinci başlayaq 61-ci sualdan. Verilib loqaritma 3 əsasdan 81. Yəni bu sadə bir sualdır. 3 əsasdan 81, 3 əsasdan 4 olur. 4 keçir qarşıya. 3 əsasdan 3 cavab olur 4. Cavab C variantı. Keçirik ikinci sualımız 62. Üçbucaqda deməli tərəfləri verib. Baxaq. Görək nə deyir burada. Demək ki A, C. A tərəfini verib 8. Alfa bucağını verib 30 dərəcə. Gamma buranı göstərib gamma ilə buranı 60 dərəcə verib və bizə deyir ki, C-ni tapın. Deməli bu sinuslar teoremindən olacaq. Yazacağıq C bölünsün sinus 60 bərabərdir A bölünsün, yəni 8 bölünsün sinus 30. Buradan da alınır C bölünsün 2-də kök 3 bərabərdir 8 bölünsün 2-də 1. Bu da bizə verəcək. Deməli C bərabərdir 8 kök 3. Cavab burada Y variantı olur. Sonra keçirik 63-cü suala. 63-də 2 çıx 3 x kiçikdir mənfi 7 çıx 5 x. Bərabərsinin ən böyük tam həllini tapın. Deməli, mənfi 5x-i sola keçirək. 5x çıx 3x kiçikdir mənfi 7 çıx 2. Buradan da alınacaq 2x kiçikdir mənfi 9-dan. Yəni x kiçikdir mənfi 4,5-dən. Mənfi 4,5-dən kiçiklərin içində ən böyük mənfi 5-dir. Yəni düzgün cavab A variant. Sonra 64-cü suala baxaq. Deməli kosinus 7 alfa kosinus alfa üstə gəl sinus 7 alfa sinus alfa. Bu da kosinus alfa plus daha doğrusu kosinus alfa minus betanın düsturudur. Buradan deməli nə alınacaq? Kosinus 7 alfa minus alfa. Bu da bizə verir, yəni burada toplam olanda açıq olur burada. Bu da bizə verir kosinus 6 alfanı. İndi isə keçək deməli digər 65-ci suala baxaq. 65-də deyir ki, bərabər hündürlüklü iki silindrin oturacaqlarının diametrləri D1 10, D2 5 olarsa V2 böl V1 həcmləri nisbətini tapın. Deməli hündürlüklər bərabər olduğuna görə V2 bölünsün V1-i biz bu şəkildə yazacağıq. Pi R1 və R2-nin kvadratı H, pi R1-in kvadratı, burada da H yazacağıq. H-lar gedəcək, pi-lər gedəcək, yəni həcmləri nisbət olacaq. R2-nin kvadratı bölsün R1-in kvadratına və diametrləri 10-dan 5 olduğuna görə yazacağıq 5-in kvadratı bölünsün 2,5-in kvadratı. Buradan da elə bu şəkildə yazaq. Alınsın 2-nin kvadratı, yəni 4. Aha, bu da deməli yox, burada dəyişik qoymuşam qiymətləri. R2-ni 5 verib D2-ni 5 verdiyinə görə mən burada dəyişik yazmışam yerlərini. Deməli burada belə olacaq. R2-nin yerinə yazacağım 2,5. R1-in yerinə yazacağım 5. Yəni bunların kvadratı. Buradan da alınır 2-də 1-in kvadratı. Bu da verir bizə 4-də 1-i. Yəni 1 böl 4 olan cavab Y variantı. İndi baxırıq 66-cı suala. 66-da katetlər 90 cm düz bucağın sahəsini tapın. Bu da sadə bir sualdır. 2-də 1 9 vurulsun 12. İxtisar gedir. Alınır 54. B variantı. Sonra baxaq 67-ci sualımıza. Bu da cavab B olur. 67. Deməli deyir, qrupdakı 20 tələbədən 15-i riyaziyyatdan, 16-sı fizikadan məqbul qiymət alıb. 3 tələbə bu fənlərin heç birindən məqbul qiymət almayıb. Tələbələrin neçə faizi hər iki fəndən məqbul qiymət alıb. Deməli biz burada düşünürük ki, qrupda 20 tələbə var. 15-i riyaziyyatdan, 16-sı fizikadan məqbul qiymət alıb. 3 tələbə bu fənlərin heç birindən məqbul qiymət almayıb. Ona görə biz bu 20-dən 3-ü çıxırıq. Demək məqbul qiymət alan 17 nəfərdir. İndi isə burada nə edəcək? 15 ilə 16 nəfər axı, 15 riyaziyyatdan 16-sı da fizikadan məqbul qiymət alıb. Ona görə 15 ilə 16-nı toplayırıq. Ümumi olur 31 nəfər. 31-dən də 17-ni çıxırıq, qalır 14. Yəni Venn diaqramında belə göstərsək biz bunu,
Hatta Venn diaqramında göstərəndə Venn diaqramında göstərsək, məsələn, buraya yazsaq fizika, buraya yazsaq riyaziyyat. 14 şagird hər iki fəndən məqbul qiymət alıb. Fizikadan 16 nəfər, riyaziyyatdan 15-dir. Bura o zaman 1 yazırıq, 2-ni də buraya yazırıq da tamamlayırıq. Deməli, bizə əsas məsələ nə lazımdır? Bizə lazımdır ki, hər iki fəndən məqbul qiymət alan. Bizim də şagirdlərimiz 20 nəfərdir. 20-də 14 vururuq 100-ə. Buradan da alınır 70%. İndi isə keçirik 68-ci suala. Sürəti 15 onun düzgün olmayan kəsirlərdən təsadüf seçilmiş birinin tam ədəd olması hadisəsinin ehtimalını tapın. Sürəti 15 onun düzgün olmayan kəsirlər, deməli 15 dənə kəsir var ki, sürəti 15-dir və düzgün olmayandır. Bizim mümkün halımız 15-dir, məxrəcdə 15 olacaq. Seçilmiş birinin tam ədəd olması, bu da 15-in bölənləri olmalıdır da, tam ədəd olması üçün. Ona görə bu 1-də 15 ola bilər. 3-də 15 ola bilər, belə saydım da, 5-də 15, 1-də 15-də 15. Bu kəsirlər tam ədəd olacaq da, bu 15-i verəcək, bu 5-i verəcək, bu 3-ü, bu da 1-i. Ona görə 4 dənə kəsirimiz tam ədəd olacaq, ehtimal olacaq 15-də 4. İndi isə baxaq 69-cu suala. Deyir, iki oxşar çoxbucaqlıdan birincinin bir tərəfi 6, ikincinin uyğun tərəfi isə 10-dur. Birinci çoxbucaqlının perimetri 42 olarsa, ikinci çoxbucaqlının perimetrini tapın. Deməli, nisbət yazacağıq da. P1 bölünsün P2 oxşar dediyinə görə A1 bölünsün A2 yazırıq və birincinin tərəfi 6, ikincinin tərəfi uyğun tərəfi 10. Sonra birinci çoxbucaqlının perimetri 42, ikincinin perimetri isə bilmirik, 10 axtarırıq. Ona görə buradan ixtisar apararam 7, P2 bərabər olacaq 70-ə. Burada da cavab olur 70, yəni C variantı. İndi isə baxaq 70-ci sualımıza. 70-ci sual isə belədir. Kök altda 162 vur kök altda 2, kök altında 16. 162-ni yazarıq 81 vur 2, kök 2. Aşağıda isə 16-dan 4-ü çıxarıram. Burada 81-dən 9 çıxacaq. Kök 2 vur kök 2, aşağıda da 4. Sürətdə deməli alınacaq 9 vur kök 2-ni kök 2-yə vuranda 2-ni verir bizə. Bunlar da ixtisar gedir. 2-də 9, yəni 4,5. Bu da A variantı oldu. İndi isə baxaq 71-ci sualımıza. Deməli, baxaq nə istəyir bizdən. Demək, modul A bərabərdir. Mənfi 5-də 1 üstə gəl 4-də 1. Belə bir ifadə verib. Əvvəlcə biz bu mənfi 5-də 1 ilə 4-də 1-i həll edək. Görək nə alırıq. Orta məxrəci gətirəcəyik. Olacaq mənfi 20-də 4 üstə gəlinsin 20-də 5. Buradan da alınır 20-də 1. Deməli, modul A bərabərdir 20-də 1. Bu da ki, həm müsbət, həm mənfi ola bilər. Ona görə A bərabərdir plus minus 20-də 1-ə. Nəsə keçək digər sualımız 72. 72-də görək nə deyir? Loqaritma 3 əsasdan. Loqaritma 3 əsasdan x minus 3 kiçik bərabərdir 0. Bərabərsini həll edin deyir. Deməli, ilk başla nə etməliyik? Biz bunu yazmalıyıq. Loqaritma 3 əsasdan x minus 3. 0 isə bu şəkildə yazarıq. 3 əsasdan 1 kimi. Demək, əvvəlcə necə həll edəcəyik? Əsaslar eyni olduğuna görə və əsasımız da birdən böyük olduğuna görə elə bu bərabərslik olduğu kimi bu şəkildə götürəcəyik. Bir də loqaritma daxil ifadəni də 0-dan böyük götürməliyik. Deməli, alınacaq x minus 3-ü keçirirəm. X kiçik bərabərdir 4-dən, x böyükdür 3-dən. Alınacaq belə 3, 4 aralığı. Yəni, burada da olur D variantı. İndi isə keçək 73-cü suala. 73-də sual belədir. X bərabərdir mənfi 1. 2x kubu üstə gəl 3x-in kvadratı çıx 3x üstə gəl 1 ifadəsinin qiymətini hesablayın. Bu da sadə bir misaldır. 2 vurulsun mənfi 1-in kubu, mənfi 1. Üstə gəl 3 vurulsun mənfi belə də, yəni kvadratı çıx 3 vur mənfi 1 üstə gəl 1. Buradan alınacaq mənfi 2, buradan alınacaq 3, buradan da alınacaq 3 üstə gəl 1. Yəni cavabımız olacaq 5. İndi isə keçək 74-cü sualı baxaq. 74-də deməli nə verib? P5-dən 5, kombinzon 6-dan 3, 6-dan 4 və permütasiya 7-dən 3. Deməli, biz bunları necə həll edirdik? 5-dən 5, 5 faktorial, sonra kombinzon 6-dan 3-ü belə yazacağıq. 6 faktorial, 3 faktorial, 3 faktorial. Yəni, həm özünü yazırdıq, həm də fərqini yazırdıq. 6-dan 4 olanda 6 faktorial, bir özünü yazacağıq. Bir də fərqi 6-dan 4 çıxırıq, 2 faktorial. Məxrəcdə isə olacaq belə 7 faktorial bölünsün 4 faktorial fərqi.
Buradan da nə alınır? 5 faktorial vurulsun. Mötərizənin içindəki 6 faktorial, 6'nı belə yazıram. 6 vur, 5 vur. Bir dəqiqə qoy, aşağıdan yazın biraz. Bərabərdir. 5 faktorial. Aha, 6 faktorial yazıram. 6 vur, 5 vur, 4 vur, 3 faktorial. Aşağıda 3 faktorialın birini açıram. 3 vur, 2. Digərin 3 faktorial saxlayıram. İxtisar gedir. Bundan da bu gedir. Sonra üstə gəl. 6 faktorial yazıram. 6 vur, 5 vur, 4 faktorial. 4 faktorial, bir də 2. Bunlar da gedir. Bundan da bu. Belə. Məxrəci isə 7 vur, 5 vur, 4 faktorial. 7 vur, 6 vur, 5 vur, 4 faktorial. Aşağıda da 4 faktorial. Bunlar da belə. İxtisar getdi. Deməli, burada nə alınır? Aha, deməli, buradan belə eləyəcəyik. Burada 5 4-ün 20, burada da 3 5-in 15. 5 faktorial da 120'dir. 5 vur, 4 vur, 3 vur, 2 vur, 1. 20 üstə 15. Məxrəcdə isə 7 vur, 6 vur, 5. Demək, nə alındı burada? Deməli, 35 mötərizənin çalındı. Bura isə 120'ni verdi bizə. Burada da 5 7-dən 35 vur 6. Bunlar ixtisar gedir. 120'ni 6'ya böləndə 20 alınır. Burada cavab olur 20. Sonra baxaq 75-ci suala. Deməli, sinus kvadratı 15. Aha, misal köçürək. Sinus kvadratı 15. Üstə gəl sinus kvadratı 35. Sinus kvadratı 55. Üstə gəl sinus kvadratı 75. Aha, buradan baxanda görünür ki, bunlar 1'ə gəlməlidir. Yəni necə? Sinus kvadratı 15'i belə yaza bilərik. 90 minus 75 kimi. Üstə gəl. Sinus kvadratı 35'i də yazaram. 90 minus 55 kimi. Sonra üstə gəl. Sinus kvadratı 55. Sinus kvadratı 75 ise olduğu kimi qalır. Birinci sinus kvadratı 90 minus 75 çevrilir olur kosinus kvadratı 75. Üstə gəl, bu da çevrilir olur kosinus kvadratı 55. Üstə gəl sinus kvadratı 55. Üstə gəl sinus kvadratı 75. Sinus kvadratı 75 ilə kosinus kvadratı 75 1'i verir. Kosinus kvadratı 55 ilə də sinus kvadratı 55 1'i verir. Ona görə buradan da 2'dən 1 alındığına görə cavabımız olur 2. Sonra baxaq 76'ya. Daxili bucaqların cəmi 2160 olan qabar çoxbucaqlının bir təpədən çəkilən diaqonalların sayını tapın. Aha, daxili bucaqların cəmi düsturu 180 vurulsun n-2'dir. Buradan alınır 2160 n-2 də. Deməli 2160'ı böləcək 180'ə. Buradan da alınır. Deməli alınır 12. O zaman başa düşürük ki n-2 12, n də bərabərdir 14. Demək, çoxbucaqlının 14 tərəfi var imiş. Və bizə deyir ki, bir təpədən çəkilən diaqonallarının sayını tapın. Bir təpədən çəkilən diaqonalların da sayı düstura n-3'dür. 14'dən də 3 çıxırıq, cavabımız olur 11. Baxaq 77'yə. 3 rəqəmli ədəd 4 rəqəmi ilə qurtarır. Bu rəqəmi pozduqda alınan 2 rəqəmli ədəd verilən ədəddən 472 vahid kiçik olar. Bu 3 rəqəmli ədədi tapın. Aha, deməli bunu belə yaza bilərik. 3 rəqəmli ədəd deyir deyə A, B, 4 yazırıq. Çıxaq o zaman sonuncu rəqəmi siləndə deməli A, B alınacaq. O zaman A, B-ni çıxırıq, bərabər edirik 472'yə. Bunu da belə yazacağıq. 100A üstə gəl 10B üstə 4 çıx 10A çıx B bərabərdir 472. Burada 100A'dan 10A çıxırıq 90A, 10B'dən B-ni çıxırıq 9B, 472'dən də 4'ü çıxırıq 468. Buradan 9'u çıxarsaq mötərizə xaricinə 10A üstə B 468, 10A üstə gəl B olacaq o zaman. 468'i 9'a böləndə alınır 52. Deməli A, B ədədi 52 imiş o zaman. Bu 10A üstə B-ni A, B şəklində yaza bilirik. Deyir ki, bu 3 rəqəmli ədədi tapın. Biz də demişdik ki, A, B 4'dür də bu ədəd. O zaman yazacağıq 524. Söhbət 524'dən gedirmiş. Aha, indi keçək 78'ə. Görək 78'də nə deyir? Deməli, belə bir sualdır. Sistem tənlik 21 bölünsün x plus 4 üstə gəl 13 bölünsün y plus 1 bərabərdir 2. Y minus x da bərabərdir 3'ə. Tənliklər sistemindən x plus y cəmini tapın deyir. Aha, baxaq görək nə edirik.
Aha, bunun elə ən gözəl üsulu əvəz etmədir. Buradan y taparıq, x plus 3. Gətirərik, burada y-in yerinə yazarıq. Deməli, 21 bölünsün x plus 4. Üstə gəl 13 bölünsün y-in yerinə yazacağım x plus 3 plus 1. Bu da bizə verəcək x plus 4-dür. Bərabərdir 2-yə. Məxrəc eyni oldu. X plus 4-də 21 ilə 13-ü toplayırıq. Olur 34 bərabərdir 2. O zaman tapırıq ki, x plus 4 bərabərdir 34, 2-yə bölürük 17. X da bərabərdir 13. Demək x 13-dürsə, y-i x ilə əvəz eləmişik. 13 plus 3 buradan da alınır 16. Deməli, biz y-i də tapdıq, x da tapdıq. Bizə deyir ki, x plus y cəmini tapın. 13 ilə 16-nı toplayırıq, cavabımız olur 29. İndi gəldik 79-cu məsələyə. Görək burada nə deyir? Deməli, nə edəcəyik burada? Deyir, cədvəldə duz və sudan ibarət iki məhlulun faiz tərkibi haqqında məlumat verilib. Birinci məhluldan 150 qram, ikinci məhluldan 350 qram götürüb qarışdırdıqda üçüncü məhlul alınır. Deməli, birinci növbədə baxırıq ki, birinci məhlul 20%-lidir. Birinci məhlulun 20%. Əgər 150 qram götürülübsə, onun tərkibindəki duz 20% gedir də. Deməli, biz 150-nin 20%-ni tapmalıyıq. Vuruq 0,2, alınır 30 qram. Deməli, birinci məhluldan 30 qram duz götürülüb. 350-nin isə 90% sudursa, deməli 10% duzdur da. Bunun da 10%-ni tapırıq. Buradan da gəlir 35 qram. Deməli, biz artıq 3-cü məhlulu alındıranda, burada 150 qram bir məhluldan gəlib, 350 qram digər məhluldan. Ümumilikdə 3-cü məhlulda 500 qram məhlul var. Və 30 ilə 35 qram isə duzdur. Deməli, məxrəcdə yazarıq 500-ü, sürətdə yazarıq 65, vurarıq 100-ə. Nəyə görə? Tapaq ki, bu 65 qram neçə faiz, 500-ün neçə faizini təşkil edir? Tapırıq ki, 13%. Deməli, 3-cü məhlulun artıq P faiz yazılıb. Bax, or olur 13%. Çünki duz oldu 13%. Məlum məsələdir ki, artıq su da Q faizi də olmalıdır 87%. 13% duzdursa, 87-si də sudur. Və bizdən bunların fərqini istəyir. P minus Q minus P-ni tapın deyir. 87-dən 13-ü çıxırıq. Deməli 4. Buradan da alınır 74. Burada da cavab olur 74. İndi isə 80-ci məsələyə baxaq. Görək 80-də nə deyir? Hündürlüyü 2 olan düzbucaqlı paralelepipedin həcmi 2A+128 çox hədsi ilə modelləşdirilib. Bu paralelepipedin oturacağının eni A-4 olarsa, tam səthinin sahəsini modelləşdirən çox hədliliyini standart şəkildə yazın. Deməli, bir dənə düzbucaqlı paralelepiped düşünürük. Düzbucaqlı paralelepipedimiz olsun bu bizim. Deyir ki, hündürlüyü 2-dir. Həcmi 2A+128. Bu paralelepipedin oturacağının eni, deməli, A-4-dür. Eni A-4-dür. Biz uzunluğunu bilmirik nədir? Uzunluğunu saxlayırıq. Çünki tam səthin sahəsini tapmaq üçün bizə bunun uzunluğu da lazımdır. O zaman biz nə edəcəyik? Bu 2A kubu çıxılsın 128-i vuruqlara ayıraq. A kubu çıx 64. Buradan baxırıq ki, baxın bu 2 bu 2 daha hündürlük. A kubu çıxılsın 64 yazacağıq A-4. Digəri də olur kublar fərqi kimi açıqdır. A kvadratı üstə gəl 4A üstə gəl 16. Eyni zamanda biz də həcmi tapmaq üçün 2-ni vurmalıyıq A-4-ə, bir də vurmalıyıq X-a. Deməli, bunlar bir-birinə bərabərdirsə, o zaman başa düşürük ki, X bərabər imiş A kvadratı üstə 4A üstə gəl 16-ya. Deməli, biz X-in, yəni paralelepipedin oturacağının uzunluğunun A kvadratı üstə gəl 4A üstə gəl 16 olduğunu tapdıq. Bizə də deyir ki, tam səthinin sahəsini modelləşdirən çox hədlini standart şəkildə yazın. İndi baxaq görək tam səthi necə tapırıq. Tam səthini tapmaq üçün birinci paralelepipedin gəlin S-yanını tapaq. S-yanı tapmaq üçün P-ni vurmalıyıq hündürlüyünə. Yəni oturacağın perimetrini vuracağıq hündürlüyə. O zaman perimetri tapaq. Perimetri tapmaq üçün 2 vurulsun A-4 üstə gəl A kvadratı üstə 4A üstə gəl 16. Bir də vurulsun H-da var da burada. Deməli 16 vurulsun 2. Bərabər yazırıq. 4 vurulsun. Deməli nə alınacaq? A kvadratı üstə gəl 5A üstə gəl 12. Yan səthini tapdıq. İndi keçirik oturacağa. 2S oturacaq var burada. S oturacağı tapmaq üçün də bu A-4-ü A kvadrat üstə 4A üstə gəl 16-ya vurmalıyıq. Çünki eni uzunu budur. Yazacağıq belə. 2 yazaq burada. 2 vurulsun. A-4
a kvadrat üstə 4a üstə gəl 16. Buradan da alınacaq a minus 4a kvadrat üstə 4a üstə gəl 16 elə bizə verir yenə kublar fərqini. A kubu çıx 64'dür. Deməli bu da oturacağın sahəsi oldu. 2a kubu çıxılsın 128 və biz bundan S yandan oturacağın sayısını toplasaq bizə S tamı verəcək. Bunları toplayacağıq. Deməli 2a kubu çıx 128 üstə gəl 4a kvadratı üstə gəl 20a üstə gəl 48. Buradan da alınacaq belə 2a kubu üstə gəl 4a kvadratı üstə gəl 20a mənfi 128'in üstünə 48 gələndə mənfi 80 edir. Düzdürmü? 80 edir, bəli. Buradan da 2'ni çıxararam. Qalar a kubu üstə gəl 2a kvadratı 10a çıx 40. Bu şəkildə biz artıq tam sətin sahəsini belə modelləşdirə bilərik. İndi isə keçək 81-ci suala baxaq. Deməli 81-də bir silsilə vuruğu işdə bir olan həndə silsilədə 9-cu və 6-cı hədlərin fərqi 13-cü və 10-cu hədlərin fərqindən neçə dəfə böyükdür? Deməli burada düşünürəm ki, silsilə vuruğu işdə bir olan. Deyir ki, silsilədə 9-cu və 6-cı hədlərin fərqi, yəni B9 çıxılsın B6, 13-cü və 10-cu hədlərin fərqi neçə dəfə böyükdür? Yəni B13 çıxılsın B10 yazırıq. B9 yazaram B6 vurulsun Q kubu kimi. Burada da B6. B13 yazaram B10 vurulsun Q kubu çıx B10. Deməli sürətdən B6'nı çıxararam. Q kubu çıx 1. Məxrəcdən B10'u çıxararam. Burada da qalacaq Q kubu çıx 1. Bunlar ixtisar gedir. Qalır B6 bölünsün B10. B10'u da yenidən yazaram. B6 vurulsun Q üstü 4 kimi. B6'lar ixtisar gedəcək. 1 bölünsün Q üstü 4 qalır. Bu da 3'də 1 olduğuna görə 1 bölünsün 3'də 1'in üstü 4. Cavab olur 81. Burada cavab 81'dir. İndi keçək 82-ci suala baxaq. Deyir ki, o y oxuna nəzərən simmetrik olan f(x) və j(x) kvadratik funksiyaların qrafikləri verilmişdir. J10 deməli -8 olarsa, J10 -8 olarsa, MNK üçbucağın perimetrini tapın. İndi burada 82'də nə var? 82'də verilən birinci növbədə, bir dənə şəkil burada qurum. Deməli bir belədir. X, Y. Bu belə. Bu da belə. Biraz tam dəqiq olmadı. Demək bizə deyir ki, burası 5'dir, burası isə -3'dür. Simmetriklik varsa deməli burada -5'dir. Bunun da təpə nöqtəsini tapmış oluruq. İndi biz əvvəlcə buradakı bu y bərabərdir Jx-dan danışaq. Çünki J10'u -8 verib. Ona görə Jx-in qrafikini qurmaq üçün belə yazacağıq. Daha doğrusu funksiyanı yazmaq üçün Jx bərabərdir A x minus 5'in kvadratı 5 vahid sağa sürüşüb -3. Bu şəkildə yazdıq bunu. Sonra J10'un da -8 olduğunu bizə verib. Gətiririk x-in yerinə onu yazırıq. Bərabər edirik -8'ə. A-nı tapmaq istəyirik də. 10 minus 5'in kvadratı çıx 3. Buradan da alınır. Deməli -8 plus 3 bərabərdir 25 A-ya. 25A bərabərdir -5. A bərabər oldu -5'də 1. Deməli A-nın -5'də 1 olduğunu tapdıq. Artıq Jx bərabərdir -5'də 1. X minus 5'in kvadratı -3. Bu şəkildə tapırıq. Jx buradan da biraz sadələşdirsək biz bunu olacaq belə. -5'də 1 x-in kvadratı. Buradakı olur çıx 10x-i da -5'də 1'ə vuranda üstə gəl 2 x və -25'i -5'də 1 olur. -5 çıxılsın 3 olur -8. Deməli biz artıq bu K nöqtəsi var ya, bax bunun -8 olduğunu tapdıq. Bura M-dir, burada N-dir. Demək biz M-in məsafəsinin 10 olduğunu bilirik. M-in bizdə var artıq. Biz buradan bu məsafələri tapmalıyıq. Elə birini tapsaq bərabər olacaq hər ikisi də. Bizdən bu üçbucağın perimetrini istəyir. Dəqiqə qoy bunu sərgəli çəkim. Baxın, bu məsafəni tapmağı istəyir bizdən.
İndi nə edəcəyik? Biz həmin bu K nöqtəsinin koordinatlarını tapmışıq da. X-i 0-dır, Y-i -8-dir. N-in də koordinatları, N-in koordinatları nədir? X-i 5-dir, Y-i də -3-dür. İki nöqtə arasındakı məsafədən NK-nı da taparıq. Deməli, MN-in 10 olduğunu bilirik. İndi isə keçirik NK-nı tapmağa və iki nöqtə arasındakı məsafə düsturundan istifadə edəcəm. Yazacağıq, deməli nə? K-nın koordinatları deməli 0 -8, N-in koordinatları da 5 -3-dür. X2 minus X1'in kvadratı. Yəni 5'in kvadratı. -3'dən də -8 çıxanda -5, o da edir 5'in kvadratı. Olur kök altında 50, yəni 5 kök 2. NK-da 5 kök 2 olacaq, MK-da 5 kök 2 olacaq. Və bizdən perimetri soruşursa, olacaq 10 kök 2 üstə gəl 10. Onu da çıxarıq mötərizə xaricinə. Cavabımız olur bu. 10 kök 2 plus 1. İndi isə 83-cü məsələyə baxaq. Görək 83-də nə deyir? CD çevrəyə toxunan, CA isə kəsəndir. DB vətəri, ADC bucağının tənbüləni, ACD 36 olarsa CAD-ni tapın deyir. Şəkil quraq. Əvvəlcə burada bizim deməli bu toxunan, bu isə kəsən, bu belə. Sonra bir dənə də belə vətər çəkilib. Aha, və bu da deyir ki, tənböləndir. D, B, C, A. DB vətəri ADC bucağının tənböləndir. Yəni, bura alfadır, burada bir alfadır. O zaman biz demişik ki, bu toxunanla vətərin arasında qalan bu qövs olacaq 2 alfa. Buranın 2 alfa olduğunu bilirik. Burada 2 alfadır, çünki alfanın qarşısıdır. Burada oldu 2 alfa. Və bu bucağı da bizə verib, ACD-ni də verib bizə 36. Aha, deməli 2 alfa, burada 2 alfadır bu qövslər. Bura olacaq o zaman 360 minus 4 alfa. Deməli, DA qövsünü verib, DB qövsünü verib. Bu da xaricdəki bucaqdır. Toxunanla kəsən arasında qalan bucağı tapmaq üçün bizim bir düsturumuz var. Deməli, biz həmin düsturdan istifadə edəcəyik. Həmin düsturu yazacağım. İndi deməli, nə edirik? Yazırıq. 360 minus 4 alfa minus 2 alfa bölü 2 bərabərdir 36. Buradan da alınır 360 minus 6 alfa bərabərdir 72. 6 alfa da bərabərdir. 360 çıx 72. Bu da bizə verir 288'i. O zaman alfa da olacaq 48. Deməli, biz alfanı tapdıq 48 dərəcə. Elə bu bizdən DAB bucağını istəyir axı. DAB də söykəndiyi qövsün yarısına bərabərdir. Elə bu alfanı verir. Həmin bucaq da olacaq elə 48 dərəcə. İndi isə baxırıq 84-cü sualımıza. Deməli 84-də nə verib? Bütün tilləri bərabər olan 4 bucaqlı piramidanın açılış şəkli verilmişdir. Aha. Demək AB-nin uzunluğunu verib. Açılış şəkildə olduğu kimidir. Deməli biz bunu belə düşünək də. Bu 4 bucaqlı piramidamız. Bir dəqiqə. Kurun bunu. O zaman belə çıxır ki, bax buranın uzunluğu, üstə gəl buranın uzunluğu, bir də buranın uzunluğu üçün uzunluğu birlikdə buranı verir də bizə bu AB-ni. Yəni AB bərabərdir 12 üstə 12 kök 3'ü verir. Biz də bunun tərəfində bütün tillər də bərabərdir. Axı bir A desək, o zaman burada A olur. Deməli, burada A'dırsa, bu tildə A'dır. Baxın, bu qırmızı, bu da A'dır. Bura isə A bölü 2 olacaq artıq. Və mən buranı tapmış olsam, bax bu X neçə olacaq? X bura A bölü 2 Pifagordan tapanda X da bərabər olur. Deməli, 2-də kök 3 A'ya. X da tapdıq 2-də kök 3 A. O zaman elə burada X-dır. O da 2-də kök 3 A olacaq. Deməli, belə çıxır ki, bu AB bərabərdir 2-də kök 3 A. Baxın, bu yəni X. Ümumiyyətlə, belə yazım. 2x üstə gəl A. Yazacağım 2 vurulsun 2-də kök 3 A üstə gəl A. Bunlar da ixtisar gedir. Qalır kök 3 A üstə gəl A. Və buradan A-nı çıxarsaq, biz artıq həmin bu AB məsafəsini tapmış oluruq. Bizə də AB-ni verib də 12 üstə gəl 12 kök 3. Deməli, nəyə bərabərdir? Kök 3 plus 1'ə. Buradan da 12-ni çıxarsam mötərizə xaricinə. Bu kök 3 plus 1'lər gedir. A bərabər olur 12'yə. Deməli, A bərabərdir 12. İndi bizə deyir ki, piramidanın həcmini tapın. Piramidanın həcmini tapmaq üçün artıq bizə hündürlük lazımdır. Baxın, bu üç bucağın içindəki hündürlüyü tapmalıyıq ki, və yaxud da ki, belə çəkək də buradan. Belə.
Belə gedək. A-nı biz necə tapmışıq? Baxın, bu hündürlük, burada çəkilən xətt verəcək bizə bu piramidanın hündürlüyünü. Bunun üçün nə edəcəyik? Həmin üçbucağı götürürəm, aşağıda qururam. Baxın, burada qururam o üçbucağı. Tili də 12-dir. 12, 12, 12 və bunun hündürlüyünü tapıram buradan. Deməli, bura olur 6, bura 12. Pifagorla tapar. Yox, bura 12 kök 2-dir. 12 yox, aşağı 12 kök 2 olur. Bura 12 kök 2 olur. O zaman burası olur 6 kök 2. Bura 12, deməli bu hündürlükdə 6 kök 2 imiş. Deməli biz artıq hündürlüyündə 6 kök 2 olduğunu tapdıq. Deməli bizə lazımdır həcmi tapmaq. Həcmi də tapmaq üçün 3/1 S oturacaq vurulsun H düsturundan istifadə edəcəyik. 3/1 S oturacağımız nə olacaq? Kvadratdır da, tili 12 olan, tərəfi daha doğrusu 12 olan kvadratdır. 12'nin kvadratı vurulsun 6 kök 2. Buradan da alınır 3/1 vurulsun 144 vurulsun 6 kök 2. Bundan da bu ixtisar gedir, qalır 288 kök 2. Deməli həcm 288 kök 2'dir. Aha, indi isə gəldik. İndi isə 85-ci suala baxaq. Deməli 85-də nə deyir? Mərkəzləri o 2-5 nöqtəsi olan iki çevrədən birinin diametri AB, digərinin diametri CD-dir. Aha, mərkəzləri eyni nöqtədədirsə, deməli o zaman belə çıxır ki, çevrələr konsentrik imiş. Çünki hər ikisinin də mərkəzi eyni nöqtədədir. Müəyyən bir o nöqtəsindədir. Və deyir ki, iki çevrədən birinin diametri AB, tutaq ki, bunun diametri olsun AB, digərinin diametri isə olsun CD. Aha, bu da C və D. Deyir ki, A M n plus 1, B isə n 2m, C m n. Aha. Deməli belə çıxır ki, buradakı bu o 2-5 nöqtəsi bu nöqtələrin orta nöqtəsi olacaq da. A-nın da koordinatlarını verib, B-nin də koordinatlarını. A-nın koordinatlarını verib m n plus 1, B-nin də koordinatlarını verib n 2. Mən bunların orta nöqtələrini tapıram. M üstü n bölü 2 bərabərdir. Onun koordinatları da deməli nədir? 2-5 burada yazaq. Bunu da bərabər edəcəm 2-yə. M üstə n bərabərdir 4. Sonra n üstə gəl 1 üstə 2m bölü 2-ni isə 5-ə bərabər edəcəm. Buradan da alınır 2m üstə gəl n bərabər, daha doğrusu üstə gəl 1 bərabərdir 10. 2m üstə n bərabərdir 9. 2m üstə n də bərabərdir 9-dursa, sistem tənliklə geçsək, tərəf-tərəfə çıxsaq, n bərabər olur 5-ə. Deməli, m-i tapdıq 5. 5 üstə gəl n bərabərdir 4-dürsə, n də -1. Deməli, m-in də koordinatını tapdıq, n-in də koordinatını tapdıq biz. Artıq s-nin də koordinatlarını verib m-in. Deməli, belə çıxır ki, s-nin koordinatları nə olacaq? 5 -1. S-nin koordinatları 5 -1'dir. D-nin koordinatlarını bilmirik. X, Y-dir. Amma CD-nin də orta nöqtəsinin 2-5 olduğunu bilirik. O zaman bunun da orta nöqtəsi 2-5 olduğuna görə biz artıq buradan x, y-i rahatçılıqla tapa bilərik. X üstə 5 bölü 2 bərabərdir 2. X üstə 5 bərabərdir 4. X bərabər olur -1-ə. -1 üstə gəl y bölü 2 bərabərdir 5. -1 üstə y bərabərdir 10. Y də bərabər olur 11-ə. Deməli, S-nin koordinatları belə çıxır ki, -1, 11 imiş. S-nin yox, üzr istəyirəm, D-nin koordinatları. Çünki biz D-nin koordinatlarını axtarırdıq. Belə, bu qədər.